Salamlayıram hər birinizi dəyərli coğrafiya sevərlər. Bugün yeni bir video izahla qarşınızdayım. Belə ki, biz artıq imtahanlara hazırlaşdığımız dövrün gərgin bir hissəsinə, perioduna daxil olmuş oluruq. Çünki qəbul imtahanları, sertifikasiya imtahanları, MİQ imtahanları yaxınlaşır. Buna görə biraz hazırlıqla bağlı başımıza qarışıqdır. Tam video tez-tez yükləyə bilmirik YouTube-a. Amma yenə də çalışacağam ki, YouTube kanalımıza da sizlərə dəstək olmaq məqsədi ilə yeni video izahlar da yükləyək. Bugün isə ən çox gözlənilən video izahlardan biri ilə iqlim və iqlim qurşaqları ilə sizin qarşınızdayım. Videolarda rəylərə tez-tez yazılırdı. Mövzu başa düşüləndir. Çünki coğrafiyanın ən ağır mövzularından biridir, ən çətin mövzularından biridir. Bəlkə də birincisidir. Çünki əksər insan tərəfindən həm iqlim qurşaqlarının qavranılması, həm onun yadda saxlanılması çətindir. Bugün mən sizinlə çalışacağım ki, iqlim və iqlim qurşaqlarının mövzusunu kompleks bir şəkildə öyrənək. Yəni onu həm nəzəri cəhətdən öyrənək, həm iqlim diaqramlarını öyrənək, həm yayıldığı əraziləri öyrənək və dəqiqliklə mükəmməl bir şəkildə iqlim mövzusunu əhatə eləyək. Və ümid edirəm ki, bu video sizə kömək olacaq ki, artıq bundan sonra iqlim və iqlim qurşaqları mövzusunda siz bir daha çətinlik çəkməyəcəksiniz və istənilən testi də uğurla cavablandıra biləcəksiniz. Sizdən istədiyim nədir? Diqqətlə və səbirlə videonu izləməyinizdir. Bir dəftəriniz olması qarşınıza daha yaxşı olar, qələminiz, dəftəriniz ki, videonu izlədikcə orada müəyyən qeydlər də aparmalısınız. Xəritəniz olsun qarşınızda əraziləri öyrənmək üçün və bu videoya hətta bir yox da bir neçə dəfə baxmağınızı məsləhət görürəm. Çünki bu ağır bir mövzudur, amma demək olar ki, hər imtahanda istifadə olunan bir mövzudur. Bütün imtahanlarda ona görə buradan sizin qarşınıza sual gələcək 99% ehtimalla. Buna görə də çox diqqətlə, səbirlə video dərsə baxmağınızı məsləhət görürəm. Elə isə keçək dərsimizə. Birinci gəlin danışaq ki, iqlim nədir? Bunu başa düşək. Yoldaşlar, iqlim bir yer üçün xarakterik olan ildən ilə təkrarlanan hava tipinin cəmidir. Bu nə deməkdir? Yəni ki, bir var ki, havanın faktiki vəziyyəti, məsələn, bayırda hava soyuqdur, bayırda hava istidir, quraqdır, yağışlıdır və s. Bir də var ki, ildən ilə eyni hava təkrarlanır. Məsələn, tutaq ki, mənim yaşadığım ərazidə hər il yay fəsli isti və quraq olur, qış fəsli isə mülayim və yağıntılı. Bu gələn ildə belə olur, o bir ildə belə olur və ildən ilə eyni hava təkrarlanır və bu təkrarlanan eyni havaya biz iqlim adını veririk. Bəs bu dünyada ayrı ərazilərdə niyə görə fərqli iqlimlər formalaşır? Gəlin bundan danışaq. Yəni, iqlim yaradan əsas amillərdən danışaq, əsas və digər amillərdən danışaq. Bu nə deməkdir? Yəni, niyə görə ekvatorialda, məsələn, hava isti yağıntılıdır? Amma məsələn, Antarktidada hava şaxtalı və quraqdır və yaxud da böyük səhrada, məsələn, tropik səhrada niyə görə orada hava isti və quraqdır? Bax, bu dünyada olan ayrı-ayrı ərazilərdə niyə iqlim fərqlidir? İqlimi yaradan amil nədir? Coğrafi enlik, hava axınları və səth örtüyü. Bu üçü əsas amillərdir. Coğrafi enlik və yaxud da günəşin üfüqdə hündürlüyü niyə görə vacibdir? Bax, siz bilirsiniz ki, yer kürədir və yer kürə olduğuna görə ora günəşin düşmə bucağı eyni deyil. Ona görə də müxtəlif coğrafi enliklərdə günəş ayrı bucaq altında düşür və ayrı hündürlükdə olur üfüqdə. Bu da orada temperaturun fərqlənməsinə gətirir, çıxarır. Məsələn, tropiklər arasında günəş daha böyük bucağın altına düşür. Ona görə tropiklər arası daha isti olur, isti qurşaq əmələ gəlir. Amma qütblərə doğru günəşin düşmə bucağı azaldığına görə havanın temperaturu da azalır. Beləcə coğrafi enlik təsir etdimi? Hava axınları, təbii ki, burada biz havanın hərəkətindən danışırıq. Hava kütlələrinin, hava axınlarının hərəkəti, həmçinin hətta burada görürsünüz, digərdə küləklərin, daimi küləklərin, mussonların təsiri də iqlim yaradan əsas amil formalaşdırır. Bir də səth örtüyü. Səth örtüyü niyə vacibdir? Çünki biz birincisi bilirik ki, gələn şüadan başqa o günəş şüasının nə qədər udulması, nə qədər əks olunması məsələsi var da. Aydın məsələ ki, bu hər səthdə eyni deyil. Məsələn, günəş radiasiyası mövzusunda siz öyrənmisiniz ki, gələn albedo var da, əks olunan radiasiya. Məsələn, albedo buzda, təzə yağmış qarda 95%-dir, qumda 40%-dir, torpaqda 25%-dir, suda 5%-dir. Yəni, su daha çox istilik tutumuna malikdir, istiliyi daha çoxudur. Amma buz, qar olan sahələr daha çox əks elətdirir günəşi. Beləcə orada temperatur da daha az olur. Ümumiyyətlə, digər amillərə də biz baxsaq, ərazinin dənizə yaxın olması, ərazinin və yaxud da dənizə yaxın olarsa daha çox rütubətli olar. Təbii ki, dənizdən uzaq olarsa, materiklərin mərkəzində olarsa, bu daha kontinental. Kontinental yəni daha sərt iqlim deməkdir.
daha sərt iqlim olar. Okean cəryanları təsir göstərir. Baxın, qeyd olunur burada isti okean cəryanları, soyuq okean cəryanları. Biz bilirik ki, soyuq okean cəryanı keçən ərazilərdə hava quraq, isti okean cəryanı keçən ərazilərdə isə hava yağıntılı olur. Və yaxud da küləklərdən, tutalım biz bilirik ki, musson küləkləri əsən ərazilərdə yay fəsli yağıntılı olur və s. Yəni bunlar ümumi olaraq iqlim əmələ gətirən amillərdir. Ancaq yadda saxlayın ki, coğrafiya bir riyaziyyat deyil, təbiət də bir vərəq deyil ki, siz orada sadəcə bir qaydanı yazasınız və o qayda hər zaman keçərli olar. Bu qaydalara kompleks şəkildə yanaşmaq lazımdır. Yəni, məsələn, dənizə yaxın bir yer yağıntılı olur. Tam biz deyirik ki, Qərb Avropa. Amma siz, məsələn, gedib Çiliyə baxarsınız, dənizə tərəf ərazisinə görərsiniz ki, orada quraqdır. Niyə? Çünki orada ikinci bir qayda var. Soyuq okean cəryanı keçir. Peru soyuq okean cəryanı keçir. Ona görə o quraqdır. Yəni siz burada təbiətə sadəcə bildiyiniz bir qaydanı tətbiq edərək yanaşa bilməzsiniz də. Buradakı bütün qaydalar kompleks formada gəlir orada iqlimi formalaşdırır. Yaxşı. İndi gəlin biz sizinlə iqlim qurşaqlarına keçməzdən əvvəl hava kütlələrini öyrənək. Niyə görə? Çünki bizim öyrənəcəyimiz iqlim qurşağı, yəni bu Alisovun təsnifatıdır, bizim öyrəndiyimiz təsnifat. Alisovun təsnifatında əsas tutan hava kütlələridir. Hava kütlələrini bilməyən bir insan heç vaxt iqlim qurşaqlarını, iqlim mövzusunu anlaya bilməz. Yəni Alisovun təsnifatını anlayıb öyrənə bilməz. Ona görə biz birinci hava kütlələrini bir nəzərdən keçirməliyik. Bilirik ki, əsas hava kütlələri var. Ekvatorial, tropik, mülayim və arktik və yaxud da antarktik. Şimalda olur arktik, cənub qütbündə olur antarktik hava kütləsi. Gəlin bunların xüsusiyyətlərinə baxaq. Ekvatorial hava kütləsi təbii ki, bura ekvator ətrafı əraziləri əhatə eləyir. Ona görə də burada günəşin düşmə bucağı böyükdür. Günəşin düşmə bucağı böyükdürsə, bura isti bir yerdir. Eyni zamanda biz bilirik ki, atmosfer təzyiqi mövzusundan bilirik ki, əgər bilmirsinizsə, təzyiq mövzusunu da video izahı var kanalda izləyə bilərsiniz. Atmosfer təzyiqi mövzusundan bilirik ki, ekvatorial alçaq təzyiq qalxan havadır. Və bizə məlumdur ki, alçaq təzyiq, qalxan hava olan yerlər yağışlı olur. Yəni, ekvatorial istidir və yağıntılı yerdir. Necə yerdir? İsti və yağıntılı. Özü ekvatorialda bu il boyu belədir. Yəni, ekvatorial hava kütləsi il boyu isti və yağıntılıdır. Alçaq təzyiqdir, qalxan havadır. Yağıntısı çox yüksəkdir, 2000-3000 mm yağıntısı var. Rütubətlənmə əmsalı birdən böyükdür ekvatorial hava kütləsinin hakim olduğu əksər ərazilərdə. Yəni, rütubətli bir yerdir, humid ərazi hesab olunur. Humid ərazi təbii ki, rütubətli ərazi mənasına gəlir. Ekvatorial hava kütləsində bilirik ki, fəsillər müşahidə olunur. İndi biz bundan iqlim qurşağında danışanda deyəcəyik, sadəcə mən qısaca olaraq hava kütlələrinin xüsusiyyətlərini deyirəm sizə. Daha sonra gəlir tropik hava kütləsi. Tropik hava kütləsi bölünür iki yerə. Tropik kontinental var, tropik dəniz var. Ümumiyyətlə hava kütlələri bölünür iki yerə. Dəniz və kontinental. Dəniz olan aydın məsələ ki, bir hava kütləsi dənizin okeanın üstündə olanda olur dəniz növü, materikin, yəni quru ərazinin üzərində olur kontinental növü. Və hər birimiz məntiqlə başa düşə bilər ki, dənizin üzərində olan hava kütləsi daha mülayim, nisbətən daha rütubətli olur. Materikin, kontinentin üzərində olan hava kütləsi, yəni kontinental hava kütləsi daha sərt, daha quru olur. Amma burada bir şey var ki, yadda saxlayın ki, ekvatorialla antarktik bölünmür dəniz və kontinentala. Digərləri bölünür. Yəni tropik, mülayim və arktik bölünür. İndi biz tropiki bölürük iki yerə. Tropik dəniz, tropik kontinental. Əksər isə tropik kontinentaldır materiklərdə. Tropik kontinental nədir? İstidir təbii ki. Ümumiyyətlə tropik dəniz olsun və ya kontinental olsun, istənilən halda istidir. Çünki tropik qurşağa, tropik enliklərin ətrafında, aynen məsələn 23.5-lərin ətrafıdır. Günəş böyük bucaq altında düşür, buna görə də isti olmalıdır. Sadəcə fərq nədir? Tropik dəniz nisbətən yağıntılıdır, çünki dəniz üzərindədir. Amma tropik kontinental, materik üzərində olan tropik, isti və quraqdır. Niyə görə quraqdır? Ona görə ki, tropik təzyiq qurşağı necə? Yüksək təzyiqdir tropiklərdə. Yüksək təzyiq, enən hava. Yüksək təzyiq, enən hava olduğuna görə materiklərdə tropik iqlim qurşağı isti və quraq keçir. Yəni, arid keçir, quraq keçir. Yaxşı mı? Daha sonra biz gəlirik mülayim iqlim qurşağına. Bu adından da görünür ki, havası mülayimdir və bilirik ki, mülayim iqlim qurşağı alçaq təzyiqdə qalxan hava. Yəni, mülayim və
yağıntılı olmalıdır. Sadəcə fərq nədir? Burada da yenə mülayim dəniz var, mülayim kontinental var. Əlbəttə ki, mülayim dəniz üzərində olan daha yağıntılıdır, daha mülayimdir. Amma materiklərin mərkəzinə doğru getdikcə mülayim hava kütləsinin hakim olduğu ərazilərdə də iqlimdə, havada müəyyən sərtləşmə olur. Yəni yay daha isti olur, qışı daha soyuq olur, sərt olur da hava yəni və daha quraq olur materiklərin mərkəzində. Amma dəniz tərəfdə isə daha yağıntı olur. Ümumən isə mülayim, bəli, mülayim və yağıntılı bir yerdir. Çünki alçaq təzyiq qalxan havadır. Arktik və Antarktika baxdığımızda, bunlar Arktik şimal qütbü, Antarktik cənub qütbüdür. Antarktikin dənizi kontinentalı olmur. Bu elə birbaşa olaraq kontinentaldır. Çünki Antarktida üzərində, materik üzərindədir və çox sərt və çox quraq bir havadır. Hətta şaxtalı və quraq hava deyə bilərik biz bu Antarktik havaya. Çünki istər Arktik, istərsə də Antarktik yüksək təzyiq enən hava idi. Yüksək təzyiq olduqlarına görə quraqdılar və qütblər də təbii ki, günəşin düşmə bucağı orada minimumdur. Eyni zamanda səth də buzdur. Yəni albedo yüksəkdir. 95% qayıdır günəşin. Yəni günəş az düşür onsuz da. Çünki uzaqdılar. Qütblərdədirlər. 30-35 kilokalori təxminən günəş enerjisi gəlir. Onun da 95% əks olunur. Çünki yer buzdur. Yəni çox az bir istiliyi var, şaxtadır və quraq ərazilərdir. Burada Arktiki biz bölə bilərik. Arktik dəniz var, Arktik kontinentala. Bu da necə olur? Şimal buzlu okeanın daha şərq, daha donan hissəsi üzərində, daha çox buz bağlamış üzərində olur Arktik kontinental. Bu daha sərt və quraqdır. Amma qərb hissəsi, biraz o buzdan azad olan hissəsində nisbətən daha mülayim. Bu o demək deyil. Arktik dənizdə daha durub çox belə mülayim, xoş havadır. Yox. Sadəcə Arktik kontinentala nisbətdə daha mülayim və yağıntılı havadır. Ümid edirəm ki, bu ümumi hava kütlələrinin məntiqi sizə aydın oldu. Qısaca desək, ekvatorial isti yağıntılı yerdir, tropik, yəni hava kütləsi olaraq, tropik isti quraqdır, əgər tropik dəniz olsa yağıntılıdır, mülayim yağıntılıdır, Arktik də, Antarktik də soyuq və quraqdır. Dəniz olanları nisbətən daha rütubətli, daha mülayimdir, kontinentallar daha sərt, daha quraqdır. Biz beləcə hava kütlələrini öyrənmiş olduq. İndi hava kütlələrini öyrəndikdən sonra artıq Alesovun təsnifatına keçə bilərik biz. Alesovun təsnifatına keçməmişdən öncə mən sizə deyim ki, Alesovun təsnifatında 13 iqlim qurşağı var. Bunlar hansılardır? Ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subarktik və arktik. Deyərsiniz ki, bu 7 oldu. Yəni bu eyni şəkildə cənuba doğru da var da. Ekvatorial tən ortada bir dənədir. Subekvatorial həm şimalda, həm cənubda 2. Daha sonra tropik 2 dənə. Daha sonra subtropik, sonra mülayim, sonra bunlar hər biri 2 dənədir. Biri şimalda, biri cənubda. Daha sonra şimalda subarktik, cənubda subantarktik, şimalda arktik, cənubda antarktik. Beləcə olur 13 dənə iqlim qurşağı. Bu 13 iqlim qurşağından 7-si əsasdır, yəni ekvatorial, tropik, mülayim və arktik, antarktik. Bunlar əsasdır. 6-sı keçiddir. Keçidlər sub sözü ilə başlayanlardır. Yəni bu belə yadda salmaq daha rahat. Yəni subekvatorial, subtropik, subarktik, subantarktik, subla başlayanlar keçiddir. Və burada qızıl qaydamız nədir? Hansı məntiq əsasən bölüb Alesov bunları əsas və keçidə? Alesov bunu o məntiq əsasa bölüb ki, bayaq hava kütlələri izah elədim. Hansı iqlim qurşağının öz hava kütləsi varsa, özünün hava kütləsi var. Bu nədir? Əsas iqlim qurşağıdır. Öz hava kütləsi yoxdursa, keçid iqlim qurşağıdır. Bəs yaxşı. İndi belə bir şey düşünə bilərik ki, əsas iqlim qurşaqlarını o zaman bilmək rahatdır. Məsələn, ekvatorial iqlim qurşağı necə olacaq? İl boyu ekvatorial hava kütləsi. Bayaq dedik ki, ekvatorial hava kütləsi nədir? İsti yağıntılı. Deməli, ekvatorial iqlim qurşağıdır, isti yağıntılı olmalıdır. Tropik iqlim qurşağı necə yer olmalıdır? Bayaq dedik ki, tropik hava kütləsi necə bir şeydir? İsti quru. Deməli, tropik iqlim qurşağında da il boyu tropik hava kütləsidirsə, orada isti quru olmalıdır. Əsas iqlim qurşaqlarının məntiqi sadədir. Öz hava kütləsi var, öz hava kütləsi xüsusiyyətini daşıyır. Bəs keçidlərdə necə olacaq? Yayda özündən əvvəlki, qışda özündən sonraki. Və yaxud da belə düşünə bilərsiniz ki, yayda özündən ekvatora tərəf olan, qışda özündən qütbə tərəf olan. Yəni bu necə bir şeydir? Məsələn, əvvəlcə ekvatorial iqlim qurşağı var, sonra məsələn subekvatorial iqlim qurşağı var, sonra tutalım ki, tropik iqlim qurşağı var, düzdür?
Ekvatorial iqlim qurşağı necə olmalıdır? İsti və yağıntılı. Düzdür? İndi ətraflı izah edəcəm. Sadəcə qısaca əvvəlcə məntiqini izah edirəm ki, beyninizdə o xəritə canlansın. Sonra mən bir-bir detallı izah edəcəm. Ekvatorial isti yağıntılı, düzdür? Tropik necədir? İsti və quru bir yerdir. Bunları bilirik. Əsas iqlim qurşaqlarıdır. Hərəsi öz hava kütləsini daşıyır. Subekvatorial necə olur? Yayda özündən əvvəlki, yəni ekvatorial hava kütləsi, qışda özündən sonraki tropik hava kütləsinin xüsusiyyətlərini daşıyır. O zaman subekvatorialın yayı olacaq ekvatorial hava kütləsi kimi, yəni isti yağıntılı. Qışı olacaq tropik hava kütləsi, yəni qışı olacaq isti quru. Yəni yayda özündən əvvəlkinin, qışda özündən sonrakının xüsusiyyətlərini daşıyır. İndi gəlin bir-bir iqlim qurşaqlarına baxaq. Bax, biz iqlim xəritəsində baxarkən, birinci bax, burada bir rəqəmi ilə işarələnən ərazilər, indi bu əraziləri detallı olaraq baxacağıq. Bunlar ekvatorial iqlim qurşağıdır. Gəlin, ekvatorial iqlim qurşağının xüsusiyyətlərinə baxaq. Ekvatorial iqlim qurşağı il boyu isti və yağıntılıdır. Çünki burada il boyu ekvatorial hava kütləsi hakimdir. İl boyu isti və yağıntılıdırsa, burada fəsillər müşahidə olunmur. Gecə-gündüz də bərabərdir. Gecə-gündüz sırf ekvator üstündə tam bərabərdir. Amma ekvatorial iqlim qurşağında ekvatordan biraz aralı yerlər də vardır. Orada 100% bərabər olmasa da ümumi olaraq biz buna bərabərdir deyirik. Çünki orada gecə-gündüz arasında elə bir fərq müşahidə olunmur. Və il boyu dedik ki, fəsillər də müşahidə olunur. Fəsil yoxdur. Yəni, hər gün isti yağışlıdır. Yəni, ilin 365 günü belə qurumda beyninizdə. Ekvatorial necədir? İsti, yağışlı yerdir. Yəni, burada fəsil falan yoxdur. Yəni, bütün aylar isti, yağıntılı keçir. Temperatur amplitudası aşağıdır. Temperatur amplitudası nə idi? Biz temperatur dərsindən bilirdik. Ən isti hava ilə ən soyuq hava arasında, yəni mütləq maksimumla mütləq minimum arasında fərqdir. Burada təbii ki, aşağı olmalıdır. Çünki, baxın, əgər il boyu istidirsə, il boyu temperatur çox fərqlənmirsə, temperatur amplitudası az olmalı. Çünki fərq çox deyil də, bütün aylar istidir. Kimyəvi və üzvü aşınma xarakterlikdir. Bu da təbiidir. Çünki ərazi humid bir ərazidir, yəni rütubətli bir ərazidir. Əksərən rütubətlənmə misal birdən böyükdür. Ona görə də burada kimyəvi üzvü aşınma xarakterlikdir. İndi iqlim diaqramına nəzər yetirək. Bu arada mən sizə əvvəlcə iqlim diaqramının məntiqini izah edeyim, başa düşəsiniz və daha sonra baxaq bir-bir iqlim qurşaqlarının iqlim diaqramlarına da. Onu da sizə deyim ki, iqlim diaqramı sadəcə əzbərlə öyrəniləsi bir şey deyil. Yəni, siz düşünürsünüzsə ki, sadəcə əzbərlə, bəlkə də bacaran kimsə var, bilmirəm, amma mən elə də rastlamamışam. Yəni, sırf bütün iqlim diaqramlarını, çünki hətta siz bütün iqlim diaqramlarını əzbərləsəz belə, imtahanda sizə iqlim diaqramı fərqli formada da verə bilər də. Çünki həmin iqlim qurşağında bir çox şəhərlər, ölkələr var və onun hər birinin iqlim diaqramı eyni olmur da, fərqlənə bilir. Ona görə siz burada iqlim diaqramının özün, ola bilər ki, müəyyən iqlim diaqramlarında mən sizə deyəcəm ki, müəyyən şeyləri əzbərləmək daha testdə işimizi rahatlaşdırır. Amma ümumən iqlim diaqramının məntiqini başa düşməliyik biz ki, testləri tapa bilək. Gəlin baxaq. Bax, burada iki dənə əsas məqam var. Bir bu qırmızı xətt var, xətti qrafik. Bir də bu mavi rəngdə sütunlu qrafiklər var. Bu qırmızı rəngli xətti qrafik bizə temperaturu, il boyu temperaturun dəyişməsini göstərir. Bu mavi sütunlar isə bizə il boyu yağıntının dəyişməsini göstərir. Bizə də təbii ki, iqlim qurşağının hansı olduğunu tapmaq üçün bu ikisi bəs eləyir. Temperatur və yağıntını bilmək bəs eləyir ki, bilək ki, bu hansı iqlim qurşağıdır. Məsələn, burada aşağıda bax, fikir verin, aylar yazılıb. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul və s. Burada bəzən aylar, baş hərflər yox, rəqəmlər də yazıla bilər. 1-dən 12-yə kimi, yəni 1-ci ay, 2-ci ay, 3-cü ay və s. Sol tərəfdə görürsünüz ki, temperatur, sağ tərəfdə isə yağıntının miqdarı verilmişdir. Məsələn, mən bu iqlim diaqramına baxıram. İndi bunu bilirik ki, ekvatorial iqlim qurşağının iqlim diaqramıdır, üstə yazılıb. Amma tutaq ki, burada yazılmasa, mən bunu necə bilə bilərdim ki, bu ekvatorial iqlim qurşağıdır. Mən görürəm ki, baxın, temperatur 25 dərəcə ətrafındadır və il boyu bütün aylarda, yanvarda da, fevralda da, iyunda da, yəni bütün aylarda temperatur nədir? Təxminən 23-28 dərəcə arası, yəni 25-in ətrafındadır. İl boyu istidir. Deməli, bu necə bir iqlimdir? İl boyu isti. Mən beynimdə tutdum ki, bu il boyu istidirsə, ekvatorial ola bilər, hardasa subekvatorial, düzdür, subekvatorial 20-30 arası olur temperatur. Amma lap tutaq ki, indi onu əzbər bilmirəm də, məsələn deyək. Təxminən tropik, subekvatorial, bu aralar ola bilərdi, il boyu isti. Sonra yağıntısına baxıram. Görürəm ki, bütün aylar yağıntılıdır. Fikir verin, dekabr, noyabr, sentyabr və bütün aylar və il boyu bərabər yağıntıdır. İl boyu isti və yağıntılı.
Bu artıq nə olacaq? Bu ekvatorial iqlim qurşağı olacaq. Bir dənə də şey deyim, çox vaxt çaşırlar burada. İnsanlar baxır buradakı tutalım ki, yağış neçəni keçib? 200-ü. Deyir ki, ay müəllim, bəs kitabda yazılıb ki, ekvatorial 2000-3000 mm yağıntı olur. Burada axı 200-ü keçir yağıntı. Yox, burada ümumi deyildi o. Bir ay, məsələn, baxın, dekabr ayında yağıntı 200-ü keçdi. Noyabrda da 200-ü keçdi. Oktyabrda da 200-ü keçdi. Sentyabr, avqust və s. İldə 12 ay var da, hərəsində 200 olsa 2400 deməkdir bu. Yəni burada 2400 mm-dən çox yağıntı var. Yəni oradakı sütunlar hər ayı göstərir. Onu diqqətlə nəzərinizə saxlayın. Bax, bu oldu ekvatorial iqlim qurşağının iqlim diaqramı və xüsusiyyətləri. İl boyu yağıntını gördünüz, 25 dərəcə ətrafını gördünüz. Bilin ki, ekvatorialdır, fəsil yoxdur, il boyu isti yağıntılıdır, kimyəvi üzbaşınmadır. Həm sutkalıq, həm də illik temperatur amplitudası aşağıdır. Amma bir dənə də qeyd etdiyim ki, sutkalıq temperatur amplitudası illikə nisbətən daha böyükdür. Yenə deyirəm, ikisi də azdır. Yəni, o biri iqlim qurşaqlarına müqayisə edəndə istər sutkalıq, istərsə də illik temperatur amplitudası minimumdur. Amma müqayisə eləsək, sutkalıq temperatur amplitudası illikdən daha çoxdur. Niyə? Çünki illik temperatur 23-28 arasında oynayır təqribən. Yəni, bu 5-6 dərəcə fərq deməkdir. Amma sutkalıq gecə ilə gündüz arasında təxminən bir 8-10 dərəcə, 12 dərəcə temperatur fərqi olur. Düzdür, ikisi də azdır. Amma müqayisədə sutkalıq temperatur amplitudası illikdən daha çoxdur. Gəlin, yayıldığı ərazilərə də baxaq ekvatorial iqlim qurşağının. Ekvatorial iqlim qurşağı, bax, burada görürsünüz ki, Cənubi Amerikada Amazon ovalığı ərazisidir. Amazon çayı hövzəsi Amazon ovalığı ərazisidir. Afrikanın mərkəz hissəsində baxın Kongo çökəkliyi və burada fikir verin, Qvineya körfəzinin şimal əraziləridir, yəni Niger Volta çaylarının mənsəb əraziləridir. Amma fikir verin, Afrikada burada şərqə doğru kəsilir. Artıq bura ekvatorial deyil. Fikir verirsiniz, bura subekvatorial ərazidir artıq. Və həmçinin Cənubi Amerikada da burada tam qurşağı əmələ gəlmir. Fikir verin, şərq hissə burada artıq subekvatorialdır. Yəni, bax, buradan buraya qədər ərazini əhatə edir ekvatorial ərazisi. Kongo çökəkliyi, Amazon ovalığı. Daha sonra baxın, burada zonadılar. Bax, Sumatra adası, Malakka yarımadasının cənubu, Kalimantan adası, burada Şri-Lankanın cənubu. Bax, bu əraziləri əhatə edir. Mən fiziki xəritdə bunu daha dəqiq göstərə bilərəm sizə. Bir dəqiqə böyütməyə çalışıram. Gəlin baxaq. Bax, haralardır? Bu ərazi, yəni burada Amazon ovalığı ərazisi. Daha sonra baxın, burada Kongo hövzəsi və Qvineya körfəzi sahilləri, xüsusilə şimal sahilləri. Bura hesab olunur ekvatorial. Daha sonra burada xüsusi dəqiqliyi ilə diqqət edirsək, bax, Şri-Lanka adasının cənubu, Malakka yarımadasının cənubu, Sumatra adası, Yava adası yox, Sumatra adası, Kalimantan adası bütünlükdə, Kalimantan və Borneo adası da deyirlər buna. Borneo və Kalimantan adası bütünlükdə ekvatorialdır. Daha sonra burada Sulawesi adası, Mindanao'nun cənubu. Filippinin əksəriyyəti subekvatorialdır, amma Filippinin bu ən cənubunda olan Mindanao adasının, o Mindanao adası bütövlükdə yox, onun cənub hissəsi və burada Yeni Qvineya adasında kəsir. Bunlar ekvatorial iqlim ərazisi hesab olunurlar. Həmçinin burada Singapur dövlətində adını çəkə bilərik ki, bunlar ekvatorial ərazi hesab olunurlar. Daha sonra keçirik biz subekvatorial iqlim qurşağına. Artıq burada var, ekvatorial bir dənədir, amma subekvatorialda tropikdə şimal-cənub məsələsi var. Burada qısaca belə bir şey deyim də sizə, ən sadəsi. Bu parabola, yəni temperatur göstərən xətti qrafiki. Bu formada gördünüz, bu şimaldır. Bax, bu formada üzü aşağı gördünüz, bu cənubdur. Bunun da məntiqin maraqlansaz deyə bilərəm sizə təbii ki. Bax, burada fikir verin, bu belə olanda üzü yuxarı. İyun, iyul, avqust daha istidir. Düzdür, temperaturda. Demək ki, bu şimal yarımkürəsidir. Çünki şimal yarımkürəsində iyun, iyul, avqust ayları yaydır. İyun, iyul, avqust ayları yaydır. Amma burada fikir verin, iyun, iyul, avqust daha soyuqdur. Dekabr, yanvar, fevral daha yuxarıdadır temperatur xətti. Burada dekabr, yanvar, fevral yaydır. Bu isə biz bilirik ki, cənub yarımkürəsidir. Çünki şimal yarımkürəsi, cənub yarımkürəsində fəsillər bir-birinin əksi olur da. Birində yay olanda, digərində qış olur. İndi gəlin subekvatorial iqlim qurşağı haqqında əvvəlcə ümumi xüsusiyyətlərə baxaq. Bayaq dedik ki, keçidlər yayda özündən əvvəlki, qışda özündən sonraki xüsusiyyətlərini daşıyır. Subekvatorialdan əvvəl ekvatorial, sonra tropik gəlir. Ona görə də yayı olacaq isti yağıntılı ekvatorial hava kütləsidir. Qışı isə olacaq
isti və quraq. Çünki tropik hava kütləsidir. Yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir. Yay isti yağıntılı, qış isti quraq. İki fəsil müşahidə olunur göründüyü kimi. Temperatur amplitudası burada da yəni nisbətən aşağı. Düzdür, ekvatoriala nisbətən daha çoxdur, amma ümumi götürəndə digər iqlim quşalarına nəzərən aşağıdır. Yəni burada da elə böyük bir temperatur fərqi yoxdur il ərzində. İqlim diaqramına diqqət yetirək. Baxın, şimal yarımkürəsinin iqlim diaqramına fikir verin. Temperatur 20 ilə 30 dərəcə arasındadır. Yağıntı iyun, iyul, avqust aylarında yağır. Çünki şimal yarımkürəsində, bax mən bu iqlim diaqramına baxanda necə analiz edə bilərəm bunu? Baxacağam ki, bu şimaldır. Düzdür? Şimaldır. Şimaldır və temperatur 20-30 arasındadır. 20-30 arasındadırsa biləcəm ki, bu subekvatorialdadır. Düzdür, tropik iqlim quşağında da var, tropik dənizdə də 20-30 arası. Amma indi onu istisnalar deyəcəm də. Burada 20-30 arası görəndə birinci subekvatorial və tropik dəniz gələcək alınır. Amma mən görəndə ki, burada sırf iyun, iyul, avqust daha yağıntılıdır. Şimalda iyun, iyul, avqust yaydır. Yayı daha yağıntılıdırsa 20-30 arası temperatur bu subekvatorialdır. Və burada da fikir verin, bu da bizim dərslərimizdən götürülmə iqlim diaqramlarımızdır. Baxın, burada bu artıq cənub yarımkürəsidir. Çünki burada fikir verin, parabola üzü aşağıda cənubdur. Və mən görürəm ki, yağıntı haradadır? Dekabr, yanvar, fevral ayları. Yəni, yayda yağır yağıntı. Çünki cənub yarımkürəsində dekabr, yanvar, fevral yay fəslidir. Yenə yayda yağırsa, yayda yağan nədir? Subekvatorialdır. 20-30 arasında temperaturdur. Təxminən baxın, burada da 20-30 dərəcə intervalında deməli temperatur görünür və eyni zamanda biz yenə də müxtəlif ərazilərdə baxdıqda bilməli ki 1000 mm-dən ümumiyyətlə çoxdur, 1200 mm-dən çoxdur yağıntısı, hətta bəzən 1500 də keçə bilir və bu ərazidə biz yayın yağıntılı olmasını əsas əlamət kimi götürürük subekvatorial ərazidə. Və bunun düşdüyü ərazilərə baxaq, həm şimal subekvatorial, həm də cənub subekvatorialın düşdüyü ərazilər. Baxın, şimal subekvatorial, Cənubi Amerikada burada Orinoco ovalığı və Gviana yaylası, cənub subekvatorial isə fikir verin, Braziliya yaylası ərazisini tutur. Daha sonra Afrikada subekvatorial böyük bir ərazini tutur. Baxın, burada Senegalın paytaxtı Dakardan paralel istiqamətdə fikir verin, Efiopiya ərazilər, daha sonra Somali yarımadası, bu şimal subekvatorialdır. Buradan cənub subekvatorial, bax Madagaskar adasının şimalı, Zambezi çayı daxil olmaqla bunlar cənub subekvatorialdır. Daha sonra burada Asiyanın cənubunda Hindistan yarımadası, baxın burada Şri-Lankanın şimalı, Hind-Çin yarımadası, Çinin cənubu, Hainan, Tayvan adaları və Filippin adalarının şimalı. Və cənubda da Cape York, Arnhem Land yarımadaları. Bunları fiziki xəritədə daha detallı olaraq sizə göstərmək istəyirəm. Gəlin baxaq. Bir dəqiqə. Baxın, fiziki xəritədə baxsaq biz bunlara fikir verin. Cənubi Amerikada Orinoco ovalığı, baxın burada və Gviana yaylası, şimal subekvatorialdır. Deməli, bunlarda yağış nə vaxt yağır? İyun, iyul, avqustda. Çünki şimal subekvatorialdır. Buraya isə, baxın, bu hissə isə cənub subekvatorialdır. Amma bu tam yox ha. Çünki bu sahil ərazilər tropikdir, okean cəryanlarına görə. Yaxşı mı? Söhbət buradan gedir. Braziliya yaylası cənub subekvatorialdır. Burada artıq yağış nə vaxt yağır? Dekabr, yanvar, fevral aylarında. Çünki cənubun yayı budur. Və burada cənubda Madagaskarın şimalı, baxın bu Zambezi çayı, burada Nyasa, Tanganika gölləri, fikir verin, burada yuxarıda Albert Rudolf, Somali yarımadası artıq şimala tərəf qalxırıq. Efiopiya ərazisi, Çad gölü, Senegal əraziləri, bunlar nə sayılır? Yenə subekvatorial, şimal və cənub subekvatorial ərazilər hesab olunur. Burada da yenə şimalda ayda məsələn ki iyun, iyul, avqust, cənubda dekabr, yanvar, fevral ayları yağıntılı olacaq. Məsələn, bizdən soruşanda ki testdə Zambezi çayı nə vaxt bol suludur? Dekabr, yanvar, fevral aylarında. Ona görə ki yağış burada həmin dövrdə yağır, cənub subekvatorial olduğuna görə. Sonra şimal subekvatorialda burada baxın Hindistan və Hind-Çin, Çinin cənubu. Burada baxın Tayvan adası və Hainan adası var. Bu iki ada Çinin cənubu, Hindistan, Hind-Çin, Malakkanın şimalı. Bax burada Filippin adalarının əksər hissəsi, yəni Luzon adası, Mindanao'nun şimalına tutmuş bütün Filippin adaları. Şri-Lankanın şimalı, bax bütün bu ərazilər də nə sayılır? Subekvatorial sayılır. Burada bir qəribəlik də var. Bir də burada cənub subekvatorialda baxın
Cape York yarımadası, Avustraliyada Arnhem Land yarımadası, baxın Arnhem Land, Cape York və burada Yava adası da daxil olmalıdır. Bunlar da cənub subekvatorial iqliminə düşür. Yəni dekabr, yanvar, fevral ayları bunlar da yağıntılıdır. Burada bir dənə şey var. İndi mən tropik iqlim qurşağına keçirəm onsuz da. Baxın, buralar tropik iqlim qurşağıdır. Böyük Səhra, Ərəbistan. Ta ki Pakistan, Hindistan sərhədində burada Tar səhrası var. Tar səhrasında burada tropik iqlim kəsilir, keçir subekvatorial iqlimə. Burada subekvatorial iqlimdir. Bunun da səbəbi nədir? Hind okeanından gələn musson küləklərinin qarşısını Himalay dağları kəsir və onlar Himalay dağlarının cənubuna yağıntı verir. Musson küləyi də biz bilirik ki, mövsümü küləkdə yayda dənizdən quruya, qışda qurudan dənizə əsir. Hansı fəsildə yağıntı verir? Yayda. Və burada yayı yağıntılı elədiyinə görə musson küləyi burada subekvatorial iqlim qurşağı formalaşmış olur. Tropik demişkən keçək elə tropik iqlim qurşağına. Baxın, tropik iqlim qurşağına nəzər yetirsək, tropik iqlim qurşağının hər iki tipinin burada iqlim diaqramını seçin yerləşdirmişəm. Bu tropik səhradır. Bu isə tropik rütubətlidir. Burada tropik rütubətlini biraz bəzən subekvatorialla qarışdıra bilərsiniz. Çünki 20-30 arasında temperatur bunda da subekvatorial kimi. Amma yağıntıdan tanımaq rahatdır. Çünki subekvatorial necə idi? Yayda yağırdı, kəskin olaraq yağıntı. Amma tropik səhrada, tropik dənizdə isə fikir verin, il boyu demək olar ki, bərabər yağıntı var. Yəni il boyu bütün aylarda yağıntı var. Buna görə bunu subekvatorialdan fərqləndirə bilərsiniz. Tropik səhra isə tanımaq çox-çox rahatdır. Yəni tropik iqlim qurşağı, tropik hava kütləsi necə idi? İsti quru yer idi də. İl boyu isti quru. Baxın, istidir il boyu. 15-35 dərəcə arası temperaturdur. Yağıntı da demək olar yox səviyyəsindədir. Baxın, yox səviyyəsində. İsti quraq bir yerdir. Buna baxan kimi bilmək olar ki, bu nədir? Tropikdir. Xüsusiyyətlərini ümumi olaraq nəzərdən keçirsək, 2 dənə fəsil müşahidə olunur. Yəni burada da fəsillər tam müşahidə oluna bilmir. 2 fəsil müşahidə olunur. İl boyu tropik hava kütləsidir. Tropik səhra və tropik rütubətliyə bölünür. Bayaq da dedim sizə. Tropik səhra il boyu isti quraqdır. Onu dedik. Tropik rütubətlidəki rütubətli və il boyu isti və rütubətlidir. Daha sonra sutkalıq temperatur, tropik səhrada yadda saxlayın, testlərdə çox düşür. Sutkalıq temperatur amplitudasının ən böyük olduğu yerdir. Sutkalıq temperatur amplitudasının ən böyük olduğu iqlim tropik səhradır. Bu nə deməkdir? Bir sutka ərzində ən yüksək temperaturla ən mənfi temperatur, yəni aşağı temperatur arasındakı fərq sutkalıq temperatur amplitudasıdır. Bu tropik səhrada çoxdur. Yəni bu nə deməkdir? Tropik səhra elə bir yerdir ki, gündüz çox istidir, gecə çox soyuqdur. Gündüz çox isti, gecə çox soyuq, yəni arada fərq çoxdur. Buna görə də sutkalıq temperatur amplitudası böyükdür. Elə sutkalıq temperatur amplitudası böyükdür deyə burada fizik aşınma baş verir. Baxın, fizik aşınma xarakterikdir. Yəni suxurlar dağılır, parçalanır. Buxarlanma ilə mümkün buxarlanma arasında fərq böyükdür. Bunu da tez-tez qarışdırırlar. Bir var buxarlanma, faktiki. Bir də var mümkün buxarlanma, yəni potensial olaraq orada nə qədər buxarlanma ola bilər. Bir yer istidirsə, orada mümkün buxarlanma və yaxud da buna buxarlanma qabiliyyəti də deyirlər. Bu avtomatik yüksəkdir. Bir yer istidirsə, mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti yüksəkdir. Tropik də istidir, ona görə mümkün buxarlanma yüksəkdir. Amma buxarlanma azdır. Bilirsiniz niyə? Çünki su yoxdur. Yəni hər halda qum buxarlanması deyil. Buna görə də su olmadığına görə, səhra olduğuna görə buxarlanma qabiliyyəti, bacarığı, mümkün buxarlanma yüksəkdir. Çünki hava istidir. Amma buxarlanma özü azdır. Çünki su yoxdur. Mən həmişə nə deyirəm hazırlarda? Deyirəm ki, bu elə bir ki, tropik səhra bir çaynikdir. Altın yandırmısınız qazı, qızıb çaynik amma içində su yoxdur. Ona görə də buxarlanma qabiliyyəti, mümkün buxarlanma yüksəkdir, amma buxarlanma özü azdır. Buna görə də burada buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çox böyükdür. Rütubətlənmə əmsalı çox azdır. Bu oldu tropik iqlim qurşağının xüsusiyyətləri. Sonra gəlin ərazilərinə baxaq. Baxın, ərazilərə nəzər yetirsəz burada. Tropik iqlim qurşağı tropiklər ətrafı əraziləri tutur. Baxın, bu ərazilər gördüyünüz kimi tropik iqlim qurşağıdır. Biraz düz çəkmədim, baxın, bu ərazi tropik iqlim qurşağıdır. Bu ərazidə fikir verirsəz, bu Kaliforniya yarımadası, bu tropik səhradır. Oradan çünki Kaliforniya soyuq cəryanı keçir. Amma bu hissələr, indi onları daha detallı fiziki xəritədə göstərəcəm. Bunlar tropik rütubətlidir. Sadəcə istəyirəm ki, ümumi mənzərə xəritəni təsvir eləyəsiniz, sonra detallı göstərəcəm. Burada Afrika, Şimalı Böyük Səhra, Ərəbistan yarımadası, bunlar səhralardır. Bunlar tropik səhra. Ta ki, burada Pakistan, Hindistan sərhəddir, Tar səhrasına qədər bunlar səhralardır. Cənub yarımkürəsinə gələndə bu hissələr tropikdir. Cənub yarımkürəsində yadda saxlayın ki, qərb hissələr
sol tərəflər. Qərb hissələr tropik səhradır, şərq hissələr tropik rütubətli. Ona görə ki, qərb hissələrdən soyuq cəryan, şərq hissələrdən isti cəryan keçir. Düzdür? Məsələn, baxın, buradan Peru, buradan Bengel, buradan Qərbi Avstraliya soyuq cəryanları keçir. Ona görə də burada bax bu qərb hissələr tropik səhralardır. Avstraliyanın qərbi və mərkəzi. Amma şərqi hissələrdən isti cəryanlar keçir daxil. Şərqi Avstraliya, burada Mozambik, İynəburnu, burada Braziliya isti cəryanları. Ona görə də şərq hissələr tropik rütubətlidir. İndi gəlin biz bu tropik iqlim quşağına fiziki xəritədə daha detallı bir formada baxaq. Baxın. Burada bu gördüyünüz Kaliforniya yarımadası dedik ki, bu ərazi Şimali Amerikada tropik iqlim quşağı sayılır. Yaxşımı? Burada Kaliforniya yarımadası tropik səhradır. Kaliforniya soyuq cəryana görə. Amma digər bu hissələr, məsələn Florida yarımadası, Yucatan yarımadası, Kuba, Yamayka, Haiti, Puerto Rico adaları, bunlara Antil adaları deyirik də biz. Bu ərazilər tropik dənizdir. Tropik rütubətli, yəni il boyu isti yağıntılıdır. Amma Kaliforniya isti quraqdır. Sonra Afrikaya baxanda, Afrikada məsələn, bax bura tropik səhradır. Niyə görə? Çünki burada böyük səhra, burada Liviya, Nubiya səhraları var da. Bu ərazilər nədir? Tropik səhra. Həmçinin Ərəbistan yarımadası özü də nədir? Tropik səhradır. Orada böyük Nəfud, kiçik Nəfud, Rübəl xali səhraları var. Burada İranın cənubu, ta ki Pakistan-Hindistan sərhədində bu ərazidə Tar səhrası daxil olmaqla bunlar tropik səhradır. Yaxşımı? Cənub hissədə baxdıqda, cənub hissədə dedik ki, qərb tərəflər, bax burada məsələn Atakama səhrası var, dünyanın ən quraq yeridir. Burada baxın Namibiya, Kalahari səhraları var. Bunlar nədir? Tropik səhradır. Burada Avstraliyanın qərb və mərkəz hissələri səhralardır. Hibson, Sipson, Böyük Qumlu, Victoria. Amma şərq hissələr burada tropik rütubətlidir. Məsələn, bax Afrikanın bu cənub şərqi, Avstraliyanın üzrə bax bu şərq hissələri tropik rütubətlidir. Bir də Cənubi Amerikada bax burada tropik iqlim quşağında belə bir şey də var. Tropik iqlim quşağı burada okean cəryanlarına görə uzanır. Məsələn, bax Braziliya şərq sahilləri baxmayaraq ki, tropik enlikdən yuxarı qalxır, amma tropik rütubətlidir. Həmçinin də Afrikanın da bunun şərq sahillərində demək olar, Avstraliyanın şərq sahillərində. Amma qərb sahilləri sahil boyu tropik səhradır. Yəni bu nə deməkdir? Bax iqlim quşağını göstərim, daha aydın olsun sizə iqlim quşağının xəritəsində. Bax normalda bura subekvatorial olmalıdır. Düz deyil. Baxın, bax bura subekvatorialdır. Normalda bura da subekvatorial olmalıdır. Həmin enlikdir. Amma siz fikir verin, bura tropikdir. Niyə? Çünki burada okean cəryanının təsirinə görə bura artıq tropik rütubətlidir. Qalxıb üzü şimala doğru. Və yaxud da burada baxın, Atakama səhrası gör hara gedir çıxır. Yəni tropik səhra gedir üzü şimala tərəf gedir çıxır. Peru soyuq cəryanına görə. Və yaxud da Afrikada buna baxın, normalda Kongo çayı ekvatorial, subekvatorial ərazidədir. Amma Kongo çayının mənsəbinə baxın, artıq bu ərazi gəlir tropikə çıxır. Niyə görə? Çünki burada artıq Bengel soyuq cəryanı tropik iqlim quşağını şimala doğru hərəkət elətdirir. Və hətta burada Madagaskar adasının cənubu və Afrikanın cənub şərqi bunlar isə tropik rütubətlidir. Bunları təbii ki, mən saydıqca siz də iqlim quşağının xəritəsini qoyub bir-bir həmin ərazilərə baxmalısınız və əzbərləməlisiniz, yadınızda saxlamalısınız. Bu təbii ki, bir dəfə olmur. Siz çoxlu bu iqlim quşağının xəritəsini qoyub, bu tərəfdə də fiziki xəritəni qoyub qarşınıza qarşılaşdırıb bunları video ilə birlikdə əraziləri əzbərləməlisiniz. Əslində biz bunu normalda hazırlıqda ayrı-ayrı materiallar üzrə keçirik ki, çünki bir videoda bütün dünyanın çatdırmaq çətindir də, yəni ərazilərin. Əslində bunu yaxşı olar ki, siz hazırlıqda bir-bir materiallar olaraq, məsələn, Şimali Amerikanın iqlimi, Avrasiya, Avropanın, Asiyanın iqlimi, Afrikanın iqlimi, Avstraliyanı ayrı-ayrı öyrənəsiniz ki, bu sizin üçün daha rahat olacaq. Bu video sadəcə kompleks bir şəkildə öyrənmək üçündür ki, ümumi olaraq siz bütün dünyanı öyrənəsiniz, amma əzbərləyəndə materialları ayrı-ayrı da əzbərləyə bilərsiniz, təbii ki, daha rahat olsun deyə sizə. Bu oldu tropik iqlim quşağı. Tropik iqlim quşağından sonra gəlir subtropik iqlim quşağı. Subtropik iqlim quşağı biz bildik ki, yayda özündən əvvəlki tropikdir, qışda özündən sonraki mülayimdir. Deməli, yayda tropik hava kütləsi olmalıdır, isti quru, qışda özündən sonra mülayim hava kütləsi olmalıdır, mülayim yağıntılı. Amma belə bir şey var. Bax, siz iqlim xəritəsinə baxsaz görərsiniz ki, subtropik və mülayim iqlim quşaqları, bu sarı rəngdə olan subtropikdir, yaşıl rəngdə mülayimdir. Subtropik və mülayim iqlim quşaqları materiklərdə çox böyük ərazilər tutduqlarına görə onlarda iqlim fərqlənir ərazidən əraziyə. Öz içində də yəni
fərqlənir. Ona görə biz bu iqlim qurşaqlarını iqlim tiplərinə bölürük. Subtropik iqlim qurşağını bölürük 4 dənə iqlim tipinə. Aralıq dəniz iqlim tipi, kontinental iqlim tipi, musson iqlim tipi, bərabər rütubətli iqlim tipi. Aralıq dəniz iqlim tipi subtropik iqlim qurşağının qərb hissəsində olur. Yəni bir materik, məsələn Avrasiya materikini düşünün. Bunun subtropik iqlim qurşağı deyil, bax bura. Bax, məntiq belədir ki, bu sarı yer subtropik iqlim qurşağı deyil Avrasiyada. Bunun qərb hissəsi olur subtropik aralıq dənizi, mərkəz hissələr olur kontinental, şərq hissələr olur musson. Yəni baxın, bircə dəqiqə, subtropik iqlim qurşağı. Baxın, qərb hissələr olur subtropik aralıq dənizi, mərkəz hissələr olur subtropik kontinental, şərq hissələr olur musson. Bəs deyərsiniz ki, bərabər rütubətli hardadır? O da şərq hissələrdir. Yaxşı, bu necə olur? Bu belə olur ki, şimal yarımkürəsində subtropikin şərqi və şimal yarımkürəsində subtropikin şərqi olur musson tipi. Cənubi yarımkürəsində subtropikin şərqi olur bərabər rütubətli. Yəni bu nə deməkdir? Gəlin xəritə göstərim, daha aydın olsun. Bax, bu Avrasiya subtropik iqlim qurşağı. Bu da Avstraliyanın subtropik iqlim qurşağı. Bunun şərqi buradır. Düzdür? Baxın, lap göylə işarəliyim, daha yaxşı görür. Bax, bunun şərqi buradır. Bu subtropik mussondur. Çünki bu şimal yarımkürəsidir. Şərqi subtropik mussondur. Amma bax, bu Avstraliyanın cənub şərqi, bura subtropik bərabər rütubətlidir. Çünki bu cənub yarımkürəsində. Cənub yarımkürəsində subtropik musson olmur. Onun əvəzinə bərabər rütubətli olur. Bunu ümumi məntiqi anladıqsa, indi bunların xüsusiyyətlərinə baxaq. Xüsusiyyətləri belədir ki, subtropik aralıq dənizi yay isti quraq, qış mülayim yağıntılıdır. Baxın, iqlim diaqramına baxanda görünür. Fikir verin. 5-25 dərəcə təxmini temperaturdur. Yay fikir verin, quraqdır. Qış nədir? Yağıntılıdır. Gördünüzmü? Daha sonra subtropik kontinental artıq mərkəzə doğru getdikdə biz necə olur? Kontinental sərt iqlim deməkdir. Daha qurudur. Yayı daha istidir. Qışı da daha soyuqdur. Yəni illik amplitudu daha böyükdür. Yay daha istidir, qış daha soyuqdur. Kontinental fikir verin, yayda getdi çıxdı 25-30 dərəcə, qışda gəldi -5. Yay daha isti, qış daha soyuq, yağıntı da azaldı. Subtropik musson nədir? Ümumiyyətlə biz musson sözünü gördükmü? Musson yayda yağış gətirir. Bu bir mənalı qaydadır. Musson küləyi yayda dənizdən quruya əsir, yayda yağış gətirir. Deməli, musson küləyi varsa burada yay yağıntılı olacaq. Baxın, iyun-iyul avqust, şimal yarımkürəsində iyun-iyul avqust yay yağıntılıdır. Bundan bilirik ki, bu nədir? Subtropik mussondur. Yəni yay isti yağıntılı, qış mülayim quraqdır. Yaxşı, bərabər rütubətli necə tanıyaq? Bərabər rütubətli adından da göründüyü kimi bərabər rütubətlidir. Yəni il boyu fikir verin, aylar üzrə rütubət təqribən bərabərdir. Və bu ancaq cənub yarımkürəsində olur. Ona görə parabola fikir verin, aşağıdır. İndi gəlin iqlim üzrə, xəritə üzrə baxaq. Məsələn, Avrasiyada. Bu sarı hissə subtropik iqlim qurşağıdır, düzdürmü? İndi burada qərb hissə, yəni bu aralıq dənizinin ətrafı olacaq subtropik aralıq dənizi. Çox rahat da, aralıq dənizinin ətrafı, subtropik aralıq dənizi. Yəni baxın burada Pireneyn yarımadası, bu Pireneyn, İspaniya, Portuqaliya, bu İtaliya, yəni Apennin yarımadası, burada Balkan yarımadası, Kiçik Asiya, Afrikanın ucqar şimalı. Bunlar nədir? Aralıq dənizinin sahilləri. Subtropik aralıq dənizi, yəni yay isti, quraq, qış mülayim yağıntılı. Burada yağış şimal yarımkürəsində dekabr, yanvar, fevralda yağacaq. Çünki qış mülayim yağıntılıdır. Hətta biz bura Azərbaycanı da qata bilərik ki, Azərbaycan da əksəriyyəti, yəni subtropik aralıq dənizi. Azərbaycandan daha şərqə doğru getdikdə biz, məsələn, bax, bu İran artıq, görürsünüz, Çin ərazindən mərkəz hissəli, mərkəz Asiya, bura artıq olur subtropik kontinental. Çünki bu dənizlərdən uzaqda, dağlarla əhatələnib. Bura daha quraq yerdir. Yayı daha isti qurudur, qışı daha soyuq qurudur. Və nəhayət şərq hissəsinə gəldikdə, bax, bu böyük Çin düzənliyi, bax, bu rəng seçilmir, başqa rəng seçim. Baxın, bax, bu böyük Çin düzənliyi, bax, Kore yarımadasının cənubu, Yaponiyada Höns adasının cənubu, bir de Shikoku və Kyushu adaları. Yaponiyada bilirsə 4 dənə böyük ada var. Hokkaido, Hönsü, Shikoku, Kyushu. Şimaldan cənuba. Hokkaido bütünlükdə mülayimdir. Hönsü yarı mülayim, yarı subtropikdir. Shikoku, Kyushu bütünlükdə subtropikdir. Hamısı da mussondur. İstər mülayim, istər subtropik olan. Hamısı musson, yəni yayda yağış yağır. Burada
Şkolka Küsü və Hönsünün cənubu. Bunlar da oldu subtropik musson, yəni yay yağıntılı. İndi Şimali Amerikada biz buna baxsaq, Şimali Amerikada da yenə təbii ki, qərb hissə Aralıq dənizi. Baxın, bax burada. Baxın, bax bu qərb hissə subtropik Aralıq dənizidir. Daha sonra mərkəzi hissə, baxın bu Mississippi ovalığının olduğu hissə, Mississippi çayının keçdiyi hissə bu subtropik kontinentaldır. Və bax bu şərq hissə var ha. Şərq hissə dediyim haradır? Bax burada daha Florida yarımadasının şimalı və Atlantik yanı ovalıq. Bu hissə artıq subtropik mussondur. Yenə qərbdən şərqə doğru eyni ardıcıllığına gəlir. Cənub yarımkürəsinə baxanda necə olur? Məsələn, Avstraliyada cənub-qərb subtropik Aralıq dənizi. Bu normaldır. Mərkəz hissədə cənubda Nallar-Bor düzənliyi var. Ora olur subtropik kontinental. Bunu da bilirik. Amma bu Avstraliyanın cənub-şərqi ki var, bu artıq subtropik Aralıq dənizi deyil. Yox, subtropik musson deyil. Bu artıq subtropik bərabər rütubətlidir. Çünki şərqi hissədə cənub yarımkürəsində subtropik bərabər rütubətli olur. Afrikada yadda saxlayın ki, subtropik kontinental yoxdur. Qərb hissə subtropik Aralıq dənizidir, şərq hissə də bərabər rütubətlidir. Burada subtropik kontinental yoxdur. Cənubi Amerikada isə sırayla həm fikir verin, subtropik Aralıq dənizi, həm subtropik kontinental və bu şərq hissəsində La Plata ovalığının bax burada subtropik bərabər rütubətli də var. La Plata körfəzində olduğu yerdə ora olur subtropik bərabər rütubətli. Bu da oldu subtropikin tipləri. Həm xüsusiyyətlərini dedik, həm də yayıldığı əraziləri dedik. Baxın, atlasınıza da baxanda burada fikir verin, bu hərflər sizə əslində göstərir. Məsələn, fikir verin, burada 4Ç yazıb. Ç nədir? Bircə dəqiqə. Bax, fikir versəz, subtropik bərabər rütubətli, düzdür? Və bu qırıq-qırıq xəttdə sərhəddin göstərir sizə. Sərhəddin. Yəni, bu o deməli ki, bu qırıq-qırıq xəttdən bu tərəf subtropik bərabər rütubətlidir. Yəni, bu niyə deyirəm? Siz atlasda iqlim xəritəsini oxumağı bacarsanız, özünüz də qarşınızda atlası qoyub, zaman-zaman o iqlim tiplərinin harada yayıldığını, iqlim qurşağının harada yayıldığını göz yaddaşıyla da yadınızda saxlaya bilərsiniz. Bu oldu, deməli, subtropik bərabər rütubətli və subtropik iqlim qurşağı. Daha sonra keçirik mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağını 4 yerə bölürük. Məntiq yenə eynidir. Qərbdə mülayim dəniz, mərkəzdə mülayim kontinental və kontinental, yəni şərqə doğru getdikcə əvvəl mülayim kontinental, sonra kontinental. Testlərdə bəzən bunu kəskin kontinental yazırlar. Bir də ən şərq hissədə də mülayim musson. Yaxşımı? İndi gəlin əvvəlcə xüsusiyyətlərinə baxaq, sonra da ərazilərinə. Mülayim dəniz necədir? Mülayim dəniz tipik İngiltərə. Məsələn, İngiltərə necə bir yerdir? Dumanlı, yağışlı, mülayim havadır. Bax, 5 dərəcə ilə 15 dərəcə ətrafıdır. Görürsünüz, il boyu nə çox isti deyil, nə soyuq deyil. Yayı sərindir, qışı mülayim. Əsl yaşanası yeridir. İl boyu da yağıntı demək olar ki, bütün fəsillərdə yağır. Yəni, il boyu mülayim yağıntılı, bu mülayim dənizdir. Mülayim kontinentala gələndə fikir verin, kontinental biraz artdı. Burada qışı mənfi ona düşdü və yağıntı da azaldı. Kəskin kontinentala gələndə, kəskin kontinental tipi mülayimin, bax testlərə də düşür bu, kəskin kontinental və subaktik iqlim qurşağı, bir də mülayim iqlim qurşağının kəskin kontinental tipi illik temperatur amplitudasının ən çox olduğu yerlərdir. Burada baxın, yayın ortalaması müsbət 20, qışın mənfi 20. Çoxdur fərq. Yəni, yay çox istidir, qış da çox soyuqdur. İllik temperatur fərqi, illik temperatur amplitudası çox böyükdür. Və daha sonra da mülayim musson gəlir. Bunu tanımaq rahatdır təbii ki. Çünki musson yayda yağış verməlidir. Bundan bilinir ki, bu mülayim mussondur. Burada bir dənə də açar məqam deyim, testlərdə lap yaxşı işinizi rahatlaşdırmağa. Bunları fikir verin, 300 azalır yağıntısı. Bax, 931, siz lap bunu 900 olaraq yadda saxlayın, yuvarlaq olaraq ki, daha yaxşı yadınızda qalsın. 900 intervalı mülayim dənizdir, 600 intervalı mülayim kontinentaldır, 300 intervalı kəskin kontinentaldır. Yəni, 300 azala gedir. Sanki bir ədədi silsilə kimi. Yəni, belə testdə görəndə bu rəqəm deyərsin nədir? Bu illik yağıntının miqdarıdır. İllik yağıntının miqdarına görə də testlərdə tapmaq olur. Bu bir növ işin hiləsidir və burada mülayim mussonda yenidən 900+, yenidən 980-dır. Yəni, deyərsiniz ki, bəs onda mülayim dəniz də 900-dən çoxdur. Mülayim mussonda bunlar necə ayırt edək? Çox rahat. Mülayim mussonda yağış yayda yağır. Çünki orada musson sözü var. Mussonda, yəni bir dəfəlik beyninizi həkk edin. Musson, yağış yayda yağır. Bitdi. Mülayim dənizdə isə fikir verin, bütün aylarda aşağı-yuxarı yağış yağır. İndi bunun ərazilərinə gəlin sizinlə birlikdə nəzər yetirək. Təbii ki, yenə də
Ən qərb, məsələn, bax Avrasiyanı götürək. Bax bu ən qərb hissə, baxın, bax bu birincisi bax. Bu yaşıl hissə gördüyünüz ümumi mülayim iqlim qurşağıdır. Bu qırıq-qırıq xəttlər də bunun sərhədləridir. Bura mülayim dəniz, bura mülayim kontinental, bura kəskin kontinental, bura mülayim musson. İndi gəlin baxaq. Bax, Skandinaviya yarımadasının cənub-qərb hissəsi, Jutlandiya, burada Jutlandiya yarımadası var. Burada Bretan yarımadası var. Burada bax şimal dəniz sahilləri, Fransanın qərb hissələri, orada Belçika, Niderland, Lüksemburq da var. Bax bu ərazilər və burada Böyük Britaniya və İrlandiya adaları. Bax bu ərazi ki, qırmızı dairəyə aldım. Bura mülayim dənizdir. Yəni il boyu mülayim yağış, yayı sərin yağışdır, qışı da mülayim yağışdır. Buradan Ural dağlarına qədər olan hissə, yəni Avropanın çox böyük bir hissəsi mülayim kontinentaldır. O deyildimi, yağış 600-ə düşür, 604-də falan. Yəni bu mülayim kontinentaldır. Havada nisbətən kontinentaldır. Çünki dənizdən uzaqlaşdıq axı. Burada isti cəryanlar var idi. Burada bax, Şimali Atlantik, Norveç isti cəryanları var idi. Havanı rütubətləndirirdi mülayim dənizi. Biz oradan uzaqlaşdıq. Mülayim kontinentala gəldik. Mülayim kontinentalda artıq hava daha kontinental, daha biraz qışı soyuqlaşdı, yayı isti və biraz daha quraqlaşdı. Daha sonra Ural dağlarından şərq tərəfə keçəndə biz gəlirik burada kəskin kontinental ərazi müşahidə eləyirik. Kəskin kontinental artıq illik temperatur amplitudu çox böyükdür. Yayı çox isti, qışı çox soyuq və il boyu quraq ərazidir okeanlardan uzaq olduğuna görə. Hətta burada Gobi səhrası var. Mülayim iqlim qurşağında yaranıb. Testlərdə bəzən çünki niyə? Çünki okeanlardan uzaqdır da, yəni kontinental quraq ərazidir. Və ən şərqində isə burada baxın Sakhalin adası, Honshu adasının şimalı, Hokkaido adası və Amur çayı hövzəsi. Bu ərazi isə mülayim mussondur. Bir dənə burada bir şey çaşdırmasın sizi, çox vaxt çaşırlar. Bax bu Kamçatka yarımadası var ha. Kamçatka mülayim dənizdir. Deyirsiniz ki, bu necə olur? Bu axı şərqdir. Burada kəsilir də elə bil. Baxın, bax mən sizə iqlim xəritəsində göstərim. Bax qırıq-qırıq xətti görürsüz. Bax qırıq-qırıq xəttdən bu tərəf, yəni Sakhalin, Hokkaido, Honshunun şimalı, Koreya yarımadasının şimalı, Amur hövzəsi, bura mülayim mussondur. Amma fikir verin, Kamçatka qırıq-qırıq xəttdən şərqdədir. Yəni o artıq mülayim dənizdir. Bunu qarışdırmayın. Daha sonra Avrasiya, Şimali Amerikada da baxdıqda, yenə də baxın, bu Alyaska ətrafı, bura mülayim dənizdir. Niyə bu qədər şimal ərazi mülayim dənizdir? Çünki burada Alyaska isti cəryanı var. Daha sonra burada əvvəlcə mülayim kontinental, sonra da bax mərkəzi düzənliklər hissəsi görürsünüz. Kəskin kontinental gəlir, o böyük göllər ətrafı, şimal hissələr. Kəskin kontinentaldır. Amma burada bir dənə əmma var. Normalda biz nə dedik? Mülayim dəniz, mülayim kontinental, kəskin kontinental və mülayim musson. Amma Şimali Amerikada bu qayda biraz pozulur. Mülayim dəniz, mülayim kontinental, kəskin kontinental, sonra yenidən mülayim dəniz gəlir. Yəni, bax, fikir versəz, diqqətlə. Görərsiniz ki, bax, bu deməli, Labrador yarımadasının cənub hissələri və burada Newfoundland adası, bax, buralar yenidən mülayim dənizdir. Yəni, orada mülayim musson yoxdur. Şimali Amerikada bunu da qarışdırmayın. Subtropik musson demirəm, amma mülayim musson yoxdur. Bəzən testlərdə götürürlər. Subtropik musson var. Bayaq subtropik izah eləyəndə dedim ki, Florida yarımadasının şimalı, Atlantik yanı ovalı subtropik mussondur. Mülayim musson yoxdur. Burada mülayim musson yerinə mülayim dəniz yaranır. Cənub yarımkürəsində mülayim iqlim qurşağı böyük bir ərazidə okeanın və adaların üstünə düşür. Buna görə mülayim dənizdir. Baxın, burada Tasmaniyanın cənubu, burada Yeni Zelandiya da cənub adasının cənubu, böyük hissəsi. Bunlar hamısı mülayim dənizdir burada. Sonra gəlir, Cənubi Amerikada iki dənə tipi var amma. Cənubi Amerikada fikir versəz, bu qərb hissə mülayim dəniz, şərq hissə isə, mərkəz və şərq hissə isə mülayim kontinental iqlimdir. Bax, bu da oldu mülayim iqlim qurşağı. Daha sonra bizdə gəlir subarktik, arktik və subantarktik və antarktik iqlim qurşaqları. Əvvəlcə şimalda və cənubda, biz bilirik ki, şimalda subarktik, cənubda subantarktik olmalıdır. Subarktikdə fikir verin, temperatur yayda təxmini 10 dərəcəyə qədər qalxa bilir.
Təqribi 189 verilib yağıntı, yəni az bir yağıntı var. Yaya nisbətən yağıntılıdır, fikir verin. Çünki yayda biraz mülayim hava kütləsi daxil olur, amma qışda arktikdir. Şaxtalı quraqdır. Subantarktik elə bu aşağı olmasından bilinir ki, bu cənub yarımkürəsidir, subantarktikdir. Və burada temperatur daha da aşağıdır. Hətta -20 dərəcə, -30 dərəcələrə yaxınlaşır. Bu da biz görə bilərik ki, məsələn, subarktik iqlim qurşağı şimal yarımkürəsində. Baxın, şimalən burada bax böyük ayı, böyük kölə gölləri var. Burada Labrador yarımadasının şimalı, Ungava yarımadası, Ungava körfəzi, Baffin adasının cənubu, bax burada Qrenlandiya adası, sonra bax bu İslandiya adası düşür subarktik iqlim qurşağına. Skandinaviyanın və Kola yarımadasının bax burada şimal əraziləri. Həmçinin bax bu Asiyanın şimalında olan ərazilər nədir? Subarktik ərazilərdir. Subantarktik ərazilər isə Antarktida ətrafında olan ərazilərdir təbii ki. Və Arktik, Antarktika baxsaq, Arktik şimaldadır yenə də, bundan tanımaq olur. Antarktik də cənubdadır. Bunları qarışdırmırlar. Burada əsas nəyi qarışdırmaq olur testlərdə? Yəni heç kim durub subarktiklə subantarktiki, arktiklə antarktiki qarışdırmaz. Çünki bu görünür də, bu şimaldır, bu cənubdur. Bu şimaldır, bu cənubdur. Bu rahatdır. İnsanlar nəyi qarışdırır? Məsələn, arktiklə subarktiki qarışdırır. Çünki ikisi də şimaldır. Burada necə bilək? Fikir verin, arktik temperatur çox cüzi qalxır, amma subarktikdə +10 dərəcəyə hardasa çatır. Birinci, subarktikdə istidir. Və siz fikir versəniz, qışda arktik -30-a düşür, amma subarktik -30-a düşmür. Təxminən -20 dərəcə intervalında olur. Antarktiklə subantarktik ikisi də cənubdur. Bunları necə ayıraq bir-birindən? Burada da Antarktik əlbəttə ki, tam quruddur da, fikir verin. Bunu ayırmaq rahatdır. Burada isə nisbətən bəzi aylarda yağıntı düşür. Buna görə bilmək olur ki, bu subantarktikdir. Xəritədə yayılması da bunlar rahatdır. Aydın məsələ ki, Antarktik Antarktidanı əhatə eləyəcək. Arktik isə, fikir verin, bax, Kanada Arktik arxipelaqı, burada Qrenlandiya adasının böyük hissəsi, burada Elsimir adası, Baffin torpağının şimalı, Devon adası, Victoria, Banks adaları, burada baxın, Avropanın adaları, bax, bir dəqiqə, fizik xəritədə göstərsəmsə daha yaxşı görünər. Baxın, bax, burada Qrenlandiya adası, burada Elsimir, burada Baffin'in şimalı, burada Devon adası, Victoria, Banks adası, Melville adası, bax, burada yəni Kanada Arktik arxipelaqı və həmçinin bu Kanadanın ucqar şimal əraziləri, bunlar arktikdir. Daha sonra Avropanın o materik hissəsində yerləşmir Arktik, ancaq adalarında yerləşir. Bax, burada Spitsbergen adası, Franz Yosef, Novaya Zemlyanın şimal hissəsi, bax, burada Severniya Zemlya. Sonra bax, bu Asiyada artıq Arktik biraz düşür aşağı, cənuba. Niyə? Çünki daha kontinentallaşıraq iqlim şərqə doğru getdikcə. Bax, Yamal, Qıdan, Taymır adalarının, yarımadalarının şimalı, Asiyanın bu ucqar şimal əraziləri də, həmçinin burada Novosibir, Vrangel kimi adalar da, bax, bunlar da düşürlər Arktik iqlim qurşağına. Beləcə, biz sizinlə bu iqlim qurşağını bitirmiş olduq. Son olaraq bir dənə də şey deyim sizə, iqlim diaqramlarla bağlı 1-2 açar məqam var ki, testlərdə iqlim diaqramlarını çaşmayasınız deyə. Birincisi, ən çox sizi çaşdıran nə olacaq iqlim diaqramlarında? Subtropik musson, mülayim musson və subekvatorial. Bunların hər üçündə yağış yayda yağır. Bax, fikir verin. Bir dəqiqə. Baxın, bu subekvatorial. Görəcəksiniz ki, yağış nə vaxt yağır? Yayda. Düzdür? Sonra, baxın, burada subtropik musson. Yağış yayda yağır. Həmçinin siz elə mülayim mussona da baxsaz, görəcəksiniz ki, yağış yayda yağır. Yaxşı, bunlar bir-birindən necə ayıraq? Temperaturuna görə. Aydın məsələ ki, ekvatora daha yaxın olan isti olmalıdır. Qütbə doğru temperatur azalmalıdır. Yadda saxlayın ki, subekvatorialda temperatur təqribən 20-30 dərəcə arasında olur. 20-30. Subtropik mussonda yenə görürsünüz ki, yay yağıntılıdır. Amma neydən fərqləndirə bilərsiniz? Qışda temperatur 0-a qədər düşür. Amma mənfiyə düşmür. 0-a qədər düşür. Amma mülayim mussona baxsaz siz, mülayim mussonda fikir verin, diaqramda bu mavi hissələ göstərsə ki, temperatur mənfiyə düşür. Deməli, mənim qabağıma iqlim diaqramı gəlsə, görsəm ki, yağış yayda yağır, baxaram, temperatur 20-30 arasıdırsa, bu subekvatorialdır, 0-a yaxınlaşır, 0-a düşürsə, bu subtropik mussondur, mənfiyə düşürsə, artıq -5, -6-ya, bu mülayim musson hesab olunur. Bax, bu birinci hissə deyəcəyim açar məqam. Sonra, iqlim diaqramlarında şimal-cənub söhbətinə çox diqqət edin. Ən çox insanları çaşdıran nədir? Məsələn, adam
bilir ki, subtropik aralıq dənizində yağış qışda yağır. Bayaq dedik axı, yay isti quraq, qış mülayim, rütubətli. Yağış qışda yağır. İndi belə bir iqlim qurşağı verir. Üzr istəyirəm, belə bir iqlim diaqramı verir. Tutalım ki, belə temperatur xətti olur belə. Yağıntısı, bu indi bilirsiniz də, bura iyun, iyul, avqust aylarıdır. İyun, iyul, avqust aylarıdır. Bu aylar dekabr, yanvar, fevraldır da. Buralar fevral və s. Bura baxır, deyir ki, burada iyun, iyul, avqustda yağır da. Bu yəqin ki, şey olar, subekvatorial olar, ya subtropik muson. Yox, bu subtropik aralıq dənizidir. Deyir axı, subtropik aralıq dənizində yağış qışda yağır. Əlbəttə qışda yağır. Bu cənubu göstərir də xətt. Bu cənubdursa, cənubda iyun, iyul, avqust nədir? Qışdır. Deməli, bu subtropik aralıq dənizi qışındır. Yəni ki, burada mən sizə subtropik aralıq dənizinin şimalda olan iqlim diaqramını göstərmişəm. İyun, iyul, avqust qurudur. Amma bunun cənubda olan iqlim diaqramında iyun, iyul, avqust yağıntılı olur. Dekabr, yanvar, fevral quraq olur. Bu şeylərə, bu xırda nüanslara diqqət etdirmək lazımdır. Harca 1 saatlıq video oldu. Mən çalışmıyorum bu 1 saatlıq videoda iqlim qurşaqları haqqında kompleks, icmal bir məlumat verim sizə. Düşünürəm ki, çox faydalı olacaq sizə. Diqqətlə videonu izləyin. Hətta ən azı 2-3 dəfə izləyin və qeydlərinizi götürün. Xəritə üzərində işləyin. İqlim diaqramları üzərində işləyin. İnşallah ki, mən düşünürəm ki, burada artıq sizin bacara bilməyəcəyiniz, yaza bilməyəcəyiniz heç nə yoxdur. Əlimdən gələn qədər çalışdım ki, sizə kömək edeyim. Təbii ki, iqlim böyük bir mövzudur. Bu daha yaxşı olar ki, hissə-hissə daha uzun müddətə öyrənilsin. Amma bunun üçün təbii ki, bizim hazırlıqda bu formada, amma YouTube-da belə bir şansımız yoxdur. Hər detallı ayrıca video, bu video çox uzun olar. Ona görə mən sizə 1 saatlıq icmal bir video, bu ümumən sizin iqlimi öyrənməniz üçün kifayətdir. Əslində sadəcə biraz da özünüz xəritə üzərində daha detallı öyrənsəz kifayət eləyəcək. Sağ olun, uğurlar arzulayıram hər birinizə.